Kapital Bank mənə və sizə necə hörmətsizlik edib, onu danışıram, yaxın əyləşin. Deməli, bankın idarə heyətinin sədri Fərid Hüseynov mətbuat konfransı keçirib, amma mən dəvət etməyim. Problem yoxdur. Mən ictimaiyyəti təmsil edirəm. Yəni sizi dəvət etməmiş olub. Olsun, bankın mətbuat katibi Arzu Əliyeva da bizə demişdi ki, şəxsimə demişdi ki, hətta biz ictimaiyyətə çox açıq bankıq və bütün sorğu suallara hamısını vaxtında cavablayırıq və s. bla bla bla. İndi məsələ burasıdır ki, Arzu Əliyevaya da mesaj göndərmişik ki, Arzu xanım bizi niyə dəvət etmişsiniz? Arzu xanım da heç tənəzzül edib cavab belə vermək istəməyib. Kommersant Ayaz, mən düşünürəm ki, heç kimlə düşmən deyil. Biz kompromisə gedə bilmir insanlar. Şəxsim adına da onu deyə bilərəm ki, bu çox böyük hörmətsizlikdir. Mütləq şəkildə ki, cavab olar bunun. Ona görə də indi sizdə müraciətim budur ki, Kapital Bank haqqında kimi şikayət varsa şərh bölməsinə yazsın. Mütləq söz verirəm ki, mediada manşet xəbər edəcəm ona. Özünüzə yaxşı baxın, bank seçimində ehtiyatlı olaq.